İnsanlar həmişə çətin ayaqda müttəfiq fikrində olurlar və axtarışda olurlar. Və təbii ki, onlar bu prosesdə nə qədər uğur qazanırlarsa, bir o qədər də öz işlərini yüngülləşdirirlər. Amma bəzi hallarda insanlar, toplumlar, dövlətlər görsən, nəzərdən qaçırırlar ki, ən etibarlı və bir nömrəli müttəfiq bu coğrafiyadır. Və onun üstünlüklərindən məharətlə istifadə edənlər heç vaxt uduzmurlar, daha çox uğur əldə edirlər və biz hətta Azərbaycan timsalında görürük ki, nə dərəcədə bizim ölkəmiz, bizim siyasi rəhbərliyimiz məhz coğrafiya amilindən ciddi şəkildə istifadə edir və həm də uğurların sayını artırır. Amma biz həqiqətən də əgər bölgədəki coğrafi məqamımızdan, mövqeyimizdən istifadə ediriksə, bir o qədər də bizim qonşularımız Ermənistan bu məsələyə sanki etinasız yanaşır. Niyə bu belə baş verir? Salam, hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Bizim bu günləri müzakirə vaxtında söhbətimizi, demək, biz Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini Elçin Aloğlu ilə birlikdə keçirəcəyik. Elçin müəllim, xoş görmüşük sizi, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Elçin müəllim, təbii ki, bölgəmizdə də onun ətrafında da çox vacib, hətta həyəcan doğuran hadisələr baş verir. Xüsusilə də Körfəz tərəfdə İranla Amerika Birləşmiş Ştatları və İsrailin müharibəsi gedir və orada da demək olar ki, müttəfiqlər çalışırlar. İstər İran tərəfi, istər müttəfiqlər çalışırlar ki, coğrafi məqamlardan istifadə etsinlər. Və biz Cənubi Qafqaza döndükdə görürük ki, bizim bölgəmiz həqiqətən də daha böyük kommunikasiya imkanlarından istifadə edə bilər də, əgər Ermənistan əvvəl bir gündən bizimlə münasibətlərini bərpa etməyə çalışsaydı. Bu alınmadı. Bax, indiki son məqamda ki, indi Zəngəzur dəhlizi artıq gündəmdədir, Tramp marşrutu gündəmdədir. Ermənistan ümumiyyətlə bu prosesə daha ciddi yanaşa bilər, yoxsa yox, yanaşacaq, yoxsa yox daha doğrusu. Çünki biz görürük, hər halda cəmiyyətdə onların ictimai qüvvələri, siyasi qüvvələri yenə də bir növ bu proseslərə çox səthi yanaşırlar və hətta belə bir fikirlər də səslənir ki, Azərbaycan bizi məğlub edib, biz ondan hər hansı bir payı almalıyıq, yoxsa yox. Necə düşünürsünüz? Təşəkkür edirəm sualınıza görə. Məsələ burasındadır ki, bəli, Ermənistan cəmiyyətində revanşist və hətta post-revanşist qüvvələr də var. Bu qüvvələr bildirirlər ki, bizi birinci Qarabağ müharibəsində üzbəüz gəldiyimiz və itkilərə məruz qoyan, ikinci Qarabağ müharibəsində kapitulyasiyaya vadar edən, daha sonra antiterror əməliyyatında isə ümumiyyətlə Qarabağdakı separatçı rejimi məhv edən faktiki Azərbaycanla əlaqələrdə mütləq tarixi keçmişimizi, identikliyimizi, dırnaqarası qan yaddaşımızı və s. unutmamalıyıq. Məsələ burasındadır ki, Ermənistan cəmiyyətinin ən böyük səhvi geridə baş verənləri qəhrəmanlaşdırmaq, mifləşdirmək, əsatirləşdirmək və bu əsatirlər əsasında siyasəti qurmaqdır. Əsatir əsasında siyasət qurulmur. Ermənistan mifologiyasının 3 əsas təməl prinsip var. Milli məsələ, ərazi məsələsi, tarix məsələsi. Milli məsələyə gəldikdə Ermənistan özünü etnos baxımından başqa etnoslardan fərqli bilir, ya üstün tutur, ya fərqli bilir. Bu çox yol verilməz bir şeydir. Bu bir qədər ariçilik və natsizm ideologiyasına uyğun olan bir şeydir. İkinci məsələ coğrafi bir məsələdir. Onlar Böyük Ermənistan idefiksi yaşayırlar hələ də. Amma Böyük Ermənistan heç vaxt olmayıb, bunu biz demirik, bunu dünya tarixçiləri deyir. Üçüncü məsələ isə coğrafi məsələdir. Ona qalsa, indiki Monqolistan sakinləri Avrasiyanın yarısına iddia etməlidir. Çünki vaxtilə Çingiz xan imperiyası dünyanın ən böyük imperiyası olub. Və yaxud da İtaliyalılar bütün Aralıq dənizi sahillərinə iddia etməlidir. Və yaxud da Türkiyə Hicazdan tutmuş Məşriqə və Tobruka qədər, Tunisə qədər iddialı olmalı. Məğribə qədər. Bunlar hamısı absurd məsələlərdir. Ermənistanın ağrıları çox ciddidir. Biz təbii isə çox könül istər ki, hər şey tez olsun. Könül istər ki, Ermənistan bu letargiya yoxsundan mümkün qədər tez ayılsın. Könül istər ki, qərb psixoloqlarının insomniya dediyi bu fəlakətdən qurtulsun, amma bizim istəyimizdən asılı deyil. Əsrlər boyu beyinə
çəkiclə, gürclə vurulmuş idifikslərdən 10-15 il ərzində qurtulmaq qeyri-mümkündür. Almaniyanın özündə belə 2-ci Dünya müharibəsindən çox illər keçməsinə rəğmən revanşizm və neonatsizm ideyaları var və Almaniya naminə İttifaq partiyasının da az qala hakimiyyətə gəlməsi, Fransada Marie Le Pen'in parlamentdə güclü fraksiya yaratması, bunlar hamısı eyni məsələdir. Düşünürəm ki, Ermənistan yaxın illərdə mütləq yolu seçəcək. Bu mənəvi epik və ya da romantik məsələ deyil. Ermənistan başqa yolu yoxdur. Ermənistan görür ki, İranla bağlı planların heç biri həyata keçmədi. Söhbət indi İranın məruz qaldığı vəziyyətdən getmir. Söhbət bundan əvvəlki illərdən gedir. İran və Ermənistan arasında xatırladım ki, 1997-ci ilin iyunun 14-dən bu yana 46 anlaşma imzalanıb birgə əməkdaşlıqla bağlı. Onların arasında birgə dəmir yolu, birgə qaz boru kəməri, körpülər, su bəndləri və s. var. Heç biri həyata keçməyib. 46 anlaşmanın 22-sini İran bütünlüklə maliyyələşmə öhdəsinə götürmüşdü. Yerdə qalanlarını sadəcə birini Ermənistan maliyyələşdirməli idi. O da Meğri yolu idi, Aştarak yolu. Onların heç biri həyata keçmir. Rusiya gəldikdə isə Ermənistan iqtisadiyyatının ən önəmli sahələri Rusiyanın dövlət və ya özəl şirkətlərinin nəzarətindədir. Rusiyada faktiki olaraq böyük özəl şirkət yoxdur, o da dövlət şirkətləridir. Bu və digər formada. Və Paşinyan bu asılılığı qırmaq üçün artıq konkret addımlar atır. Burada həm deməli Zəngəzur mis molibden kombinatında Rusiyanın kənarlaşdırması var, həm Ermənistan qaz şəbəkəsi, həm Armrus Energo, hansı ki Rusiyanın RAO-ES şirkətinin nəzdində idi 14 il, ondan çıxarmaq var. Uzun sözün qısasında mən demək istəyərdim ki, Ermənistanın başqa yolu yoxdur. Gec və tez Ermənistan Azərbaycanla çox sıx, intensiv əməkdaşlığa başlayacaq. Başqa yolu yoxdur. Peki, təbii ki, bu təhlükəsizlik arxitekturası deyilən bir vacib gündəmdə olan məsələdir. Və burada faktiki olaraq Azərbaycan son illər ərzində onun əsas yükünü öz üzərində daşıyırdı və daşıyır da. Çünki təhlükəsizlik məsələsi belədir ki, özünüz bilirsiniz, onun əvvəli varsa sonu yoxdur. Daim onun üzərində işləmək lazımdır. Və indi Gürcüstanla bizim çox yaxşı münasibətlərimiz var. Qonşu İrandır, Türkiyədir. Təbii ki, onlarla da həmişə anlaşmalar var, razılaşmalar var, koordinasiya gedir. Və Ermənistan bu prosesə qoşulma iqtidarında olacaq, yoxsa yox? Yəni, mən bunu təsadüfən soruşmam sizdən. Məsələ burasındadır ki, təhlükəsizliyə münasibət bildirməkdə, həm də onun texniki, sonra maddi və bir çox məsələlərinin resurs təminatını həll etmək lazımdır. Yəni, Ermənistan buna hazır olacaq, yoxsa yox? Necə düşünürsünüz? Məsələ burasında gəlin birinci biz təhlükəsizlikdən danışırsa, militar təhlükəsizlikdən danışaq. Azərbaycan, Gürcüstan və Ermənistan, mən əminəm ki, vaxt olacaq, ümumi Qafqaz evi olacaq və yerli silahlı qüvvələrin birgə bir unitar olmasa da, paraunitar, qismən tərəfdaş bir strukturu olacaq. Bunun başqa yolu yoxdur. Amma məsələ burasındadır ki, Ermənistan bu işdə tək özü qərar vermir. Ermənistanın geosiyasi və strateji baxımdan asılı olduğu dövlətlər var. Ermənistanın xaricdəki diaspora hələ də Ermənistanın hakimiyyətinə və sosial fikrinə, sosial şuuruna təsir edir. Mən kollektiv şuur sözünü sevməzdim, amma Ermənistanda bu kollektiv şuur var və çox toksikdir, çox zəhərlidir. Birlikdə təhlükəsizlik strukturunun yaradılması üçün Ermənistanla baxım Gürcüstanın da problemləri var, maliyyə problemləri var. Azərbaycan bununla bağlı 4 dəfə təkliflər irəli sürüb 2018-də, 2021-də, 2022-də və 2024-cü illərdə ki, Cənubi Qafqazın regional təhlükəsizliyini, struktur balansını təmin etmək üçün Azərbaycan bütün təklifləri açıqdır. Amma Ermənistan buna hələ gəlmir. Çünki Ermənistan hələ müəyyənləşdirməyib ki, hərbi, militar quruculuq baxımından hansı istiqaməti seçməlidir. NATO-ya meyilli, NATO ilə əməkdaşlıq,
KMT-də qalacaq, qalmayacaq. Çünki bunlar hamısı çox ciddi bir məsələlərdir. KMT-də məsələn MDB dövlətlərinin kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının nizamnaməsinə zidd olaraq Ermənistan artıq 3-cü ildir ki, üzvlük haqqı ödəmir. Və KMT-nin nə manevrlərinə qatır, nə təlimlərinə qatır. Bu əslində ilk baxışdan paradoksal görünsə də çox asan izah olunur. Şərq naminə tərəfdaşlıq və digər strukturlarda KMT ilə bağlı heç nə deyilməsə də sətir arası məsləhət bilinmir. Və bir də üzr istəyirəm sizdən, yəni Rusiya bir əsas dövlət kimi, beləcə də onun müttəfiqi və belə deyək də ən yaxını olan Belarus da bu məsələyə bir növ belə deyək də yüngül tərzdə yanaşırlar. Yəni Ermənistana bir o qədər də məhəl qoymurlar və həm də bir zəif bənd kimi ona bir şərait yaradırlar ki, yaxşı, ödəmirsənsə ödəmə, amma sənin də qayğını biz həll eləyərik. Mənə deyir ki, belə bir yanaşma var. Bəli, tamamilə haqlısınız. Yanaşma hətta bir qədər deyil. Rusiya faktiki olaraq Ermənistanı azad üzməyə buraxıb. Niyə? Çünki Ermənistanın bu davranışının müqabilində Rusiyanın hər hansı bir cəza verici tədbirləri Ermənistanı bütünlüklə qərbə itələyə bilər. Məhz bu səbəbdən Ermənistanı əldən buraxmamaq üçün bir qədər fransızlar demiş, infant terrible, dəcəl uşaq yanaşması kimi yanaşırlar ki, dəcəldir, yaramazdır. Göz yuma bilərik. Göz yumaqda əgər tərsini etsə qonşunun həyətinə gedəcək. Məsələ burasındadır. Və Ermənistan da bundan maksimum istifadə edir. Qərbi Rusiya ilə şantaj edir, Rusiyanı Qərblə şantaj edir, İran münasibətləri ilə Azərbaycanı şantaj edir, Azərbaycanla münasibətlərin normallaşması ilə İranı şantaj edir və hələlik Paşinyan bu işdə, Paşinyanı biz təbii ki, bəyənməyə bilərik, antipatiyanı yanaşa bilərik, məsxəriyə qoya bilərik. O ermənilərin öz işidir. O ermənilərin öz işidir və Paşinyan intrig ustasıdır, unutmayaq. Və unutmayaq ki, seçkilər qabağı güya həyat yoldaşı ilə boşanması, güya bir-birlərinə ayrı. Təbii ki, de yure rəsmi olaraq boşanıblar. Paşinyan, bax, həyat yoldaşı... Üç-üstə bir deyəcək ki, rəsmi olaraq heç onlar evli də deyirlər, yəni nikahları yox idi. Yox, nikah bağladılar. Nikah bağladılar, sonra isə bunların PR texnoloqları, bunlar bildirdilər ki, parlament seçkiləri ərəfəsində nikah məsləhət deyil, boşanmaq məsləhətdir. Çünki Paşinyan boşananda onun kilsə üzərinə getdiyi hücumların alt qatında Paşinyanın azad ruhlu olma modeli durmalıdır. Əgər bu yoxdursa, Paşinyan özünü qatı dindar kimi göstərirsə, içməcini hücumların içindəki apokrif itir, məntiq itir. Yəni onun içindəki bir məntiki bazis qalmır. Çünki rusların bir sözü var, səndir ya xaçı çıxart, ya əyni geyin. İkisindən biridir. Və ona görə Paşinyan xaçı çıxarmaq qərarına gəlir. Mən səmin edirəm ki, parlament seçkiləri başa çatan kimi onlar nikahlarını təzələyəcəklər. Buna şübhə yoxdur. Və eyni məsələni Paşinyan militarist və paramilitar əməkdaşlığa da baxır. Azərbaycanla münasibətləri sürətlə inkişaf etdirmək niyyətindədir sözdə. Özü, hələ ki. Özü, sözdə. Sözdə bunu deyir bizə. Deyir, görürsünüz, mən bunu... Amma eyni zamanda özünün yaxın ətrafına, Ararat Mirzəyana, Alen Simanyana və digərlərinə tapşırır ki, siz bir qədər radikal bəyanatlarla çıxış edin. Yəni, yaxşı polis və pis polis. Tamamilə doğrudur. Miami polisi filmindəki rolları oynayırlar bunlar. Amma Paşinyan Eddie Murphy deyil. Eddie Murphy olmadığını görə istedadsızdır. Onun nə edəcəyini təxminləmək oxumaq olur. Oxumaq olur, bəli. Elçin müəllim, indi biz həmahəng onlarla sülh müqaviləsinə doğru addımlayırıq və demək olar ki, böyük bir uzun yolun əksər hissəsini biz qət etmişik, xırda bir məsafə qalır. İndi Paşinyan Azərbaycanla, ya Ermənistan yeni rəhbəri indi bilmirik kim olacaq. Yəqin ki, Paşinyan qalib gələrsə olacaq. Biz də faktiki olaraq belə təxmin edirik. O proses uğurla başa çatsa Paşinyan üçün, biz sonra sülh müqaviləsini imzalasaq, Paşinyanın sülh arxitekturasının iştirakı, eləcə də Azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı baş tuta biləcək, yoxsa yox tutacaqsa siz onu hansı tərzdə görürsünüz? Azərbaycanlıların Qərbi Azərbaycana, Zəngəzura və digər bölgələrə qayıdışı bütünlüklə bizdən asılıdır. Biz bu ideyanı kampaniya şəklində aparsaq, baş tutmayacaq. Biz bu ideyanı şükür olsun ki, kampaniya şəklində aparmırıq. Dövlət siyasəti var, ictimai sifariş var, cəmiyyətin hakimiyyətdən tələbi var. Və çox yaxşı ki, hakimiyyətin də cəmiyyətdən tələbi var. Hakimiyyət deyir ki, cəmiyyət
siz tamamilə haqlısınız ki, bunu bizdən tələb edirsiniz. Tarixi yaddaş var, qan yaddaşı var, insan hüquqlarının total pozulması var, işgəncələr var, etnosid var, urbitsid var və s. və s. Fəqət hakimiyyətdə də cəmiyyətdən istəyi budur ki, cəmiyyət aktiv olmalıdır. Biz hər şeyi hakimiyyətin üzərinə atmalı deyilik. Həm də ki, bu məsələ siyasi məsələ deyil. Qətiyyən. Bu humanitar sahəyə aiddir, daha çox. Bu heç humanitar məsələsidir. İnsan haqları məsələsidir. İnsan haqları məsələsidir. Bu siyasi məsələ deyil. Biz Ermənistan qarşısında hər hansı bir siyasi tələb qoymuruq. Biz demirik ki, o ərazilərdə siyasi struktur idarə etmə modeli və ya bir avtonomiya yaradılır. Hə, muxtariyyət olsun. Yox. Biz Ermənistana demirik ki, bu ərazilər bizim olmalıdır. Bu ərazilər tarixən bizimdir, Azərbaycan. Bunu ermənilər özləri də gözəl bilirlər əlbəttə. Bəli. Biz deyirik ki, biz tarixi ərazilərimizdə Ermənistan qanunları ilə, Ermənistanın mövcud konstitusiyasının tələbləri çərçivəsində yaşamaq istəyirik və Ermənistan vətəndaşlığını da qəbul edirik. Biz demirik ki, Qərbi Azərbaycana öz doğma ata-babalarının yurduna qayıdacaq Azərbaycanlılar hamısı Azərbaycan vətəndaşlığını saxlayacaqlar və Ermənistan vətəndaşlığını qəbul etməyəcəklər. Bizim ermənilərdən fərqlərimizdən biri də budur ki, Qarabağdan, Şərqi Zəngəzurdan öz könülləri ilə, öz xoşları ilə köçən və Ermənistana üz tutanlar geri qayıtmaq istəmirlər, sözdə istəyirlər. Qayıdacaqları təqdirdə Azərbaycan vətəndaşını qəbul etmək istəyirlər. Hansı dövlət razı olar ki, 100-150 min insan kompakt şəkildə yaşasınlar, separatçı olsunlar, silahlansınlar, milis dəstələri yaratsınlar və mərkəzi hakimiyyətə tabi olmasın. Üzr istəmək ki, gəlin indi etiraf eləyək ki, yəni onlar heç vaxt orada 100 min civarında olmayıblar. Yəni ən yaxşı halda 60 minə yaxın olublar. 100 min civarında mən 63-cü ildən nəzərdə tuturam. 63-cü ildən bu yana milliyyətçi, etnik baxımdan erməni olan Qarabağ sakinlərinin sayı 100 mindir. Amma 1988-ci ildən bu yana əhalinin son siyahıya alınması Sovet dövründə keçirilmişdi. Ondan bu yana orada yaşayanların sayı 42 mindən artıq olmuyor. Mümkündür. Ən dəqiq statistika bilirsinizmi nədir? Yadınızdaca COVID-19 koronavirusu zamanı hər bir insan peyvənd olunurdu. 3 dəfə peyvənd olunmalıydıq və o peyvəndlərin hər biri qeydə alınırdı və Ümumdünya Səhiyyə Təşkilatına göndərilirdi. Hesabatlar verilir. Tamamilə doğrudur. Və onunla bilirdi ki, bu hər bir bölgənin, ölkənin, vilayətin sakinləri nə qədərdir. Və son koronavirus peyvəndləmə kampaniyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatında rəqəmlər var. Məlum olub ki, Ermənistanda o yaşayan Qarabağlılar da bir yerdə. Hansı ki, onlar Ermənistan pasportu daşıyırlar, amma özlərini Qarabağ identifikasiya edirlər. Güya biz Qarabağ ermənisiyik. Və eyni zamanda Qarabağda yaşayan və işğal olunmuş ərazilərimizdə demoqrafik vəziyyəti süni şəkildə dəyişmək üçün köçürülənlərlə bir yerdir. Yəni, hamısını hesablayanda 38.413 nəfəridirlər. Bu, budur. Mən söhbət ondan gedir ki, biz demirik ki, onlar qayıda bilməzdir. Xeyr, biz deyirik, günü bugün vətəndaşlığa Azərbaycanlılar da ki, deyirlər ki, biz hazırlıq almağa Ermənistan. Ona görə Qərbi Azərbaycan məsələsi mənəviyyat məsələsidir. Burada beynəlxalq hüququn vicdan məsələsidir. Çünki köç sadəcə geri qayıdış köçü deyilən bir anlam var beynəlxalq hüquqda yurisprudental olaraq. Burada Danzig presidenti var, burada Düsseldorf presidenti var, burada Königsberg presidenti var, burada ən nəhayət İsrail presidenti var. Axıska türkləri presidenti var. Tamamilə doğrudur. Gürcüstana qayıtdılar. Bəli. Necə olur ki, Yəhudilər mütəşəkkil şəkildə köçürülür İsrailə, köçürülsün, deyirlər tarixi torpaqlar olsun, qarışmayaq bu məsələyə. Amma bizə olmaz. Biz demirik ki, biz Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirik, separatçılıq. Biz deyirik ki, bu torpaqlarda olduğunu Ermənistan özü təsdiqləyib. Özü pasport verir və o Qərbi Azərbaycandan olan qardaşlarımızın, bacılarımızın çoxunda həmən dövrün mülkiyyət sənədləri var. Deməli, bu insanların mülkiyyəti bərpa olunmalı. Hüquqları bərpa olunmalı. Bəli. Ona görə də şükürlər olsun ki, Azərbaycanda Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan problematikası sadəcə dövlət səviyyəsində aparılan kampaniya deyil. Bu, cəmiyyətlə dövlətin çox uğurlu və çox nadir sinerjisidir. Cəmiyyət istəyir hüquqları bərpa olunsun, dövlət də deyir ki, hüquqları bərpa etmək üçün cəmiyyətlə birlikdə əl-ələ verməliyik. Ona görə bu işdə daha aktiv olmalıyıq. Ələlxüsus Qərbi Azərbaycandan olan vətəndaşlarımızın bir statistikası aparılmalıdır. İtirdikləri əmlak təsbit edilməlidir.
o əmlakın təzminatı və yaxud da bərpası ilə bağlı əlimizdə faktlar olmalıdır və bu sahədə bəndə olan məlumata görə artıq işlər gedir. Və Qərbi Azərbaycan məsələsi təqvimdən təqvimə, gündən günə olan məsələ olmamalıdır. Digər tərəfdən, mən təklif edirəm bizim rəsmi qurumlara və xüsusilə də bizim hakimiyyətə Qərbi Azərbaycan məsələsinə maliyyələşməsi daha da artırılmalıdır. Bu iş sadəcə ideya ilə olmur. Bu işin maliyyələşməsi olmalıdır. Bu işdə kütləvi şəkildə əlimizi daşın altında qoyub dövlətimizə kömək etməli, yardım et. Dövlət bizə deyir, bu işi biz aparmalıyıq. Hər birimizin boynuna düşən vəzifə Qərbi Azərbaycana qayıdışı yaxınlaşdırmaq üçün hər gün çalışmaqdır. Deməli, dövlətin üzərinə düşən o ağırlıq, o yük, o uğurla, necə deyirlər, öz məntiqi sonluğuna çatdırılıb. İndi qalıb ki, cəmiyyət bu prosesdə qalıb bizim partnyor kimi dövlətə də kömək eləsin və həm də insanlarımızın artıq arzusu yerinə yetsin. Çünki o həsrətlə yaşamaq çox çətin bir məsələyə çevrilir. Çox sağ olun Elçin müəllim. Minnətdaram çox maraqlı yanaşmaya görə, çox dərin fikirlərinizə görə. Həmişəki kimi siz bizi çox məlumatlandırdınız. Mən elə başa düşürəm ki, tamaşaçılarımız da faydalandılar günləri. Təşəkkür edirəm. Belə hörmətli tamaşaçılar, bugünkü söhbətimiz sona çatır. Biz Trend Beynəlxalq İnformasiya Agentliğinin direktor müavini Elçin Aloğlunu dinlədik və mənə elə gəlir ki, siz bizə baxaraq heç də heyfslənmirsiniz ki, vaxt ayırmışsınız bizə. Bugünlük bu qədər. Təşəkkür edirəm. Salamat qalın.